Salam uşaqlar. Deməli, sürət qrup birinci dərsin məsələlərinin izahı ilə sizin qarşınızdayıq. İndi bu mövzuda biz sualları izah edəcəyik təbii ki. Bir də ki, burada nə suallarınız olarsa bizim qrupda da ümumiyyətlə qeyd edə bilərsiniz. İndi isə keçən suyun daha doğrusu verilən testin izahına baxaq. Deyir ki, burada bizə qeyd edir ki, sahəsi 400 kilometr kvadrat olan gölün xəritədə 16 sm kvadrat. Yəni həqiqi sahə, yəni real sahədə hər hansı bir ərazinin 400 kvadrat kilometrlik bir göl var həqiqətdə. Xəritədə bunu 16 sm kvadrata belə deyək də sıxışdırıblar. İndi bax bu deyir ki, xətti miqyası təyin edin. Bax burada belə bir sual, belə bir ifadə qeyd edir. Bu necə təyin edəcəyik? Deməli tənasüb qurmaqla təbii ki, miqyas tənasübdən başqa olmur da. 16 sm kvadratımız xəritədəkidir. 400 kilometr kvadratımız isə həqiqidirsə, fikir verin, indi tənasübə baxın. Bəs 1 sm kvadrat, yəni xəritənin 1 sm kvadratı bizə miqyas deyirsə, yadınızda saxlayın. Həmişə bu xəritədəki məsafəni 1-ə gətirməliyik miqyas tapanda. 1 sm kvadratda isə x. Bunları çarpaz şəklində vuranda 16x bərabərdir 400. 400'ü vurursan 1'e eləyir 400. 16'nı vursan x-ə 16x bərabərdir 400. X də bərabərdir. Nə qədər eləyəcək? Səhv eləmirəmsə 25 etməlidir. 25 edəcək. Yəni burada nə olacaq? 1 sm kvadratda 25 kilometr kvadrat. Hələ də bizim miqyasımız deyil ha. Bu cavab hələ də miqyas deyil. Miqyasda kvadrat olmur axı, sadə bir şey olur. Ona görə nə olacaq? Sadə formada olur. Bunu biz kvadratdan azad eləməliyik. Nə edirik? Hərəsindən kök çıxardırıq. Məsələn, 1-dən kök çıxanda 1 sm kvadrat, 25-dən kök çıxanda isə, yəni 1 sm, 25 kvadrat kilometrdən də kök çıxanda edir 5 kilometr. İndi bunu da tapdıq. Bu o tapdığımız miqyas izahlı miqyasdır. Bəs bunu xətti miqyasa necə çevirərik? Diqqətlə bu hissəyə diqqətlə qulaq asın. Deməli, bir ədəd oxu çəkdik belə. Bir ədəd oxu burada çəkdik. Bax, ədəd oxun bu formada eləyirəm elə. Belə bir ədəd oxu çəkdik. Bu ədəd oxun indi bax gör neçə kilometrdir miqyasın kəmiyyəti? 5 kilometrdir. Bax 0 qoyduq bura. Və 5-i 0-ın yanına birinci yazacağımız rəqəm bunun kəmiyyəti olacaq. 5 yazacağıq. Görürsünüz, bu kəmiyyəti bura yazdıq. Və bunun o birisi tərəfinə də nə edəcəyik? 5-i yazacağıq. İndi bunlar neçə artacaq? 5, 5 artmalıdır. Çünki 0-dan 5-ə qədər 5 belə deyək də kilometrdirsə bu 5 artacaq. 5, 10, 15, 20 və kilometr. Bu kilometr hardan bilirsən? Bu oxun qabağında bax görürsüz burada kilometr yazıb. Burada kilometr yazırsan. Bu da olur sənin xətti. Bəs ədədi istəsən necə çevirərsən? Bu 1-i gətirirsən bura, 1 bölünsün. 5-i gətirirsən yuxarı 5. Kilometrə çevirəndə neçə 0 silmişdi? Yadınıza salın 5 0. O 5 0'ı qaytarırsan yerinə. 1 bölünsün 500 min. Miqyaslı xəritə. Bu ədədidir, bu xəttidir, bu da izahlı. Burada düzgün cavab variantımız olacaq. Bir də A variantı. Sonra ikinci suala baxaq. Deyir, eyni ərazinin fərqli miqyaslarda olan xəritəli sxemi əsasən ikinci xəritənin tərtib olduğu miqyasda tapın. Deməli, burada 2 dənə ərazi var, xəritə var. Birinci xəritə və ikinci xəritə. Birinci xəritənin miqyası bəllidir. İndi deyir, ikinci xəritədə bu gör nə qədərdir? Yəni, ikincisini tapacaqsan. Bunu nə edirsən? Yenə tənasüb qurursan. Yəni, deməli 1 santimetrdə olacaq. Fikir verin 1, 2, 3, 4, 5 dənə ayırırsan. Eləyəcək 12,5 kilometr. Bəs 6,4 santimetrdə nə qədər olacaq? Bu da x. 6,4'ü indi biz nə etməliyik? 6,4'ü vuracağıq neçəyə? Vuracağıq deməli 12,5'ə. Bir dəqiqə buradan belə deyək də hesablayıcını da bura aktiv edeyim.
Dəqiqə zəhmət olmasa, hə. Deməli fikir verin bura uşaqlar. Burada deməli neynədik? Tənasüb qurduq. 1 santimetrdə. İndi vurduq da 6,4 santimetri vurduq 12,5-ə. Gəlin indi vuraq. Deməli 6,4 vurulsun 12,5. Elədi 80. Deməli 1 santimetrdə 12,5-dirsə 6,4 santimetrdə nə qədərdir? 80 kilometr. İndi bu 80 kilometri tapandan sonra nə edirik? 80 kilometr tapandan sonra gətiririk, deyir ki, bax fikir verin, bax bu dənə burada diqqətli olun. Deyir, eyni ərazidə fərqli miqyasda olan xəritələr sxemə əsasən ikinci xəritənin tərtib olunduğu miqyas. Birinci ərazinin, yəni həqiqi sahəsini tapdıq 80-dir. İndi deyir, həmin məsafə ikinci xəritədə bu qədər təsvir olunubsa, miqyas nə qədər olacaq? İndi təbii ki, 80-dirsə, deməli 4 santimetrdə olacaq 80-dirsə, bəs 1 santimetrdə nə qədər olacaq? X. Yenə deyirəm, miqyası 1 santimetrə görə təyin edin. Çünki miqyas elə 1 bölünsünlə başlayır da, vahidlə başlayır. 1-i vuranda 80-ə 80, 4-ü x-ə vuranda 4x, x də bərabər 80-i 4-ə böləndə nə qədər edir? 20 kilometr. Deməli 1 santimetrdə 20 kilometrdir. Bunu miqyasa çevirəndə 1-i qoydum bura, 20-ni yazdım bura, 5 dənə də 0 əlavə elədim bunun sonrasına. Burada da belə bir variant var. 1, 20, 5, 0. Bəli, cavab burada da düzgün cavab variantımız A variantıdır. Neynədik? Deməli, birinci miqyası tənasübə qurduq. Sonra o tənasübdən aldığımız ədədi ikinci xəritənin miqyası ilə, yəni ərazinin verdiyi, xəritədə verdiyi uzunluqla tənasüb qurub ikinci miqyası tapdıq. Bax, bu formada. Sonra növbəti suala baxaq. Deyir ki, növbəti sual belədir. 1 bölünsün 200 min miqyaslı xəritədə 3 sm kvadrat yer tutduğu gölün həqiqi sahəsini hesabla. Bax, santimetr. Sahə görəndə uşaqlar qorxmayın, çəkinməyin. İlk olaraq neyinin? Miqyası birinci izahata çevir. 1-i yazdım bura. Santimetri qoydum burada. 5 sıfırı sildim. Kilometrə çevirirsən də sahə uzunluqdur. Ondan sonra məsafə böyükdür. 1 santimetrdə 2 kilometrdir. İndi 1 santimetrdə 2 kilometrdirsə, 3 santimetr kvadrat varsa, sahə varsa, avtomatik yadınızda saxlayın. Bunların hər bir tərəfini kvadrata yüksəldin. Deməli, oldu 1 santimetr kvadratda olacaq 4 kilometr kvadrat. 3 santimetr kvadratda isə olacaq x. X də bərabərdir. 3-ü 4-ə vuranda nə qədər eləyəcək? 12 kilometr kvadrat. Cavab burada D variantı. Çox sadə məsələdir. Bunu diqqətli olmaq lazımdır. Sonra digərinə baxaq. Digəri nədir? Digər deyir ki, yer sahəsində, yer səthində sahə bu qədərdir. Gölün miqyası bu qədər olarsa, xəritədə neçə santimetrdir? Yenə sahə deyir. Burada nə edirik? Burada deməli, bunu izahata çeviririk. 1, 2, 3, 4, 5 dənə. 1 santimetrdə olur 20 kilometr. Bir də yenə kvadrat varsa, sahə varsa, bunun hər tərəfini kvadrata yüksəldəndə 1 santimetrdə olacaq 400 kilometr. Deməli, 400 kilometr, mini də 400-ə böləndə nə qədər eləyəcək? 2,10. Bunu da indi belə, bu 400 deyil, 400 kvadrat kilometr, bunlar kvadrat deyil. Burada da mini kvadrat kilometrdir. Bu mini də 400-ə böləndə, yəni onu da 4-ə böləndə 2,5. Yəni o da olacaq, bura olacaq x, x də bərabərdir. Nə qədər? 2,5 santimetr kvadrat. Yəni tənasüb qurursan. Ancaq tənasüblə bunları həll edəcəksiniz inşallah. Sonra gəldik növbəti suala. Növbəti sualda qeyd edir. A və B məntəqə arasında məsafə bu qədər, miqyaslı xəritədə bu qədərdirsə, digər xəritəni tapın. Digər xəritədə isə 5 santimetrdir. İkinci xəritənin miqyasını tapın. Yenə hesablayırsam, nə edirsən? Tənasüb qurursan 1, 2, 3, 4, 5. Yəni 1 santimetrdə 2,5-dirsə 6 santimetrdə həqiqi sahə nə qədərdir? 2,5-i vurursan 6-ya. 6 5-in 30, 6 2-in 12, 15. 15 kilometr. 15 kilometr.
İndi bunu tapdın. İkinci xəritənin həqiqi məsafəsini tapdın. Deyir o digər xəritədə isə belə deyək 5 sm verib. Deyir həmin xəritənin miqyasını tapın. İndi bu 15-i götürürsən, digər xəritəyə aparırsan, eləyir 5 sm-də əgər 15-dirsə, bəs 1 sm-də nə qədər olacaq? 3. Yəni mən 15-i 5-ə böldüm, elədi 3. Elə avtomatik x yazıram, elə x də bərabərdir, yəni 3-də. Yəni mən burada promo yazdım, burada x-i yazdım. 1 sm belə tənasüb qurursan, 15-i də 5-ə böləndə nə qədər düşür? 3. 1 bölünsün 3, yanında da 5 dənə 0 kilometrə çevirirsən. Hanı belə bir cavab var? Bəli, cavab düzgün cavab variantımız D variantıdır. Sonra növbətisinə baxaq. Deyir ki, aşağıdakılardan verilən xətti miqyası ədədi miqyasa çevirin. Bu belə xətti miqyasdır. Yenə diqqətlə qulaq asın. Burada çətinlik çəkdiyinizi görürəm. Bax burada birinci sıfır rəqəminin yanındakı ədədə baxın. Görün bu 200-dür. Düzdürmü? Miqyasın kəmiyyəti deməli 200-dür. Bax 1 bölünsün. Bunu hazırda tutursunuz. 200-ü yazırsan bura. Baxırsan görsən metrdir. Metrdir. Metrdə neçə dənə 0 əlavə edirdi? Yazıda salın 2 dənə. 1, 2 dənə 0 əlavə. Əgər kilometr olsaydı 5 dənə 0 əlavə edəcəkdik. Baxın 1 bölünsün 20.000. Cavab Y variantı. Bu da çox sadə bir məsələ tiplərindən biridir. Sonra növbəti suala baxaq. Miqyasın kəmiyyəti nədir? Miqyasın kəmiyyəti kartoqrafi təsvirlərdə generalizasiyanın dərəcəsidir. Xeyr. Xəritədə təsvir olunması yolları verilən tərifdir. Xeyr. Kartoqrafi proyeksiyanın növlərindən biridir. Bunun aidiyyatı yoxdur. Miqyas təsviri istifadə olunan şərt işarəti. Xeyr. Kartoqrafik təsvir növlərinin, yəni olası plandır, xəritədir, qlobusdur. 1 santimetrinə yerin səthinə 1 santimetrinə yer səthinə uyğun gələn məsafədir. Yəni bunun yer səthinə uyğun 1 santimetri yer səthinə nə qədər uyğun gəlir? Bunların növlərindən 1 santimetri orada neçə kilometrə bərabərdir? Bax ona uyğundur. Yəni kartoqrafik təsvirlərdə 1 santimetr yerin səthinə uyğun gələn məsafə nə qədərdir? Bax bunu biz tapacağıq. Cavab burada Y variantıdır. Sonra növbəti sual. Xəritə üzərində deyir ki, xəritə üzərində iki məntəqə arasında məsafə 7 santimetrdir. Yer səthində isə bu yəni xəritəmiz üzərində bu məsafə 7 santimetrdir. Həqiqi realda isə, yəni həqiqətdə isə bu 1054 nədir? 1054 1050 kilometrdir. İndi yenə tənasüb qururuq. Santimetrimiz var, kilometrimiz var. Yəni 7 santimetrdə 1050 kilometrdirsə 1 santimetrimizdə nə qədər olacaq? X. Bax bunu sadəcə tapacaqsan. Bunu böləndə 1 dəfə, 5 dəfə, deməli olacaq nə qədər? 150 kilometr olacaq. İndi burada da bunu miqyasa çevirəndə 1-i buradan yazacaqsan, 150-ni buradan yazacaqsan, əlavədə 5 dənə 0 yanına qoyacaqsan. 5 dənə 0 qoydun. Oldu 1 bölünsün, deməli burada 15 milyon. Varmı 1 bölünsün 15 milyon? Bəli, təbii ki, A variantı. Sonra digər suala baxaq. Deyir ki, xəritədə 12 santimetr. Burada sahə də var da, yəni bilirsiniz, sahə də hesablana bilir. Xəritədə 12 santimetrlik yer tutan gölün həqiqi sahəsi 48 kilometr kvadratdır. Yəni 12 santimetr burada da tənasüb 12 santimetrdə olacaq 48 kilometr kvadrat. 1 santimetrdə yenə miqyas deyir ha, bizə tapın. 1 santimetr kvadratda isə x. İndi 48-i 12-yə böləndə nə qədər düşür? Eləyir 1 santimetr kvadratda 48-i 12-yə böləndə 4 dəfə. 4 kilometr kvadrat. İndi bizə miqyası deyir tapın, miqyas. Miqyası da tapanda kvadratla miqyas heç vaxt olmayıb. Biz bu kvadratdan bunu azad eləməliyik, sadə miqyas olsun. Yəni bunun birdən kök çıxacaq 1 santimetr, 4 kilometr kvadratdan da kök çıxacaq 2 kilometr. Bunu da olacaq ədədi miqyasa yazanda 1, bu 2-ni gətirdim bura, 5 dənə də 0 əlavə elədim bunun yanına. 1 bölünsün 200.000. Cavab Y variantı. Deməli, növbəti suala fikir verək. Növbəti sualda qeyd edir ki, miqyası bu qədər olan xəritənin uzunluğu bu, eni bu qədər. Burada da yenə miqyası gəlin birinci izahata çevirək. 2, 4, 5.
1 bölsün deməli belə izahata çeviririk də, düzdürmü? İzahata çevirəndə yazırsan 1 santimetrdə deməli 80 kilometr. Bunu yazdın. Xəritənin uzunluğu ilə eyni. Burada da sahə varsa S bərabərdir AB düsturundan hesablayırsınız. Ərazinin eni və uzunluğunu vurursan bir-birinə, sahəsini tapırsan. Eni nə qədərdir? Eni 5-dir, uzunluğu 6-dır. S bərabərdir 5 vurulsun 6 edir. Nə qədər? 30 santimetr kvadrat. Yəni xəritə üzərindədir. 30 santimetr kvadrat. İndi deyir ki, burada bunun həqiqi sahəsini tapın. İndi nə edirik? İndi burada yenə kvadrat varsa, burada 30 santimetr kvadrat varsa, bunu bir-biri ilə tənasüb qura bilmərik ki, gərək miqyasın da hər bir tərəfini nə edəsən? Ümumiyyətlə sahə deyəndə kvadrata yüksəldin hər şeyi, hər bir tərəfi miqyasın. 1 santimetr kvadratda olacaq deməli 6400 kilometr kvadrat. 30 santimetr kvadratda olsa x. Deməli 4 üçün 12, 6 üçün 18, 192 deməli olacaq 1000 kvadrat kilometr. Cavab A variantı. Yəni bunu buna vuracaqsan. Çarpaz şəkildə cavabı alacaqsan. Sonra növbəti sual tipinə baxaq. Deyir, diaqrama əsasən hansı xəritənin miqyası daha böyük olduğunu müəyyən edin və həqiqi məsafə kimi xəritədəki məsafə santimetrlərlə verilmişdir. Yadınızda saxlayın ki, deyir miqyası böyük olan xəritələr daha çox xəritələr əgər miqyası böyüdürsə, xəritənin miqyası böyüdürsə, o əgər orada olan obyekt xəritədə böyük məsafə tutur, böyük yer tutur. Fikir verin, bu azdır, bu azdır, bu azdır, bu azdır. Bu görsən daha çoxdur. Görsən 5-ci məntəqə böyük miqyaslıdır. Niyə? Eyni məsafə də, ancaq 5-ci məntəqədə xəritədəki məsafə daha çox belə deyək, yer tutur. Mən o Xəzər dənizini göstərdim ha video izahda. Əvvəl kiçik miqyaslıda balaca idi. Orta miqyaslıda böyük, biraz böyükdür. Böyük miqyaslıda daha da böyük görsəndi xəritədə. Daha da aydın, daha da yaxından çəkilmişdi sanki. Bu daha uzaq, daha orta uzaqlıq, bu da daha yaxın. Bax belə. Burada görsən xəritədə tutduğu sahədə böyükdür. Ona görə cavab burada olacaq A variantı. Tutduğu sahəyə görə və kəmiyyətinə görə. Və sonuncu sualımızın izahına baxaq. Hansı miqyasda generalizasiya daha azdır? Yadınızda saxlayın, generalizasiya ümumiləşdirmə deməkdir. Və bu generalizasiya daha çox kiçik miqyaslarda, yəni rəqəmlər böyük olan kəmiyyətdə, məsələn milyon, 300 milyon, 400 milyon, 5 milyon, 6 milyon miqyaslarda daha çoxdur. Kiçik, böyük miqyaslarda isə, yəni balaca ərazilərin təsvir olunan xəritələrdə isə azdır. Məsələn, burada ən kiçik miqyas, ən böyük miqyas hansıdır? 150 min deyil, 300 min deyil, 400 min deyil, 50 min deyil, 20 mindir. Yəni ən az belə deyək də rəqəm sayına, ən az belə deyək kəmiyyətə malik olan miqyas nə olur? Miqyası böyük olur və generalizasiyası da ümumiyyətlə az olur. Burada bax, bugünkü suallara diqqətlə qulaq asın, baxın və bunlara diqqət edin.